Xürrəmilər hərəkatı, Babək. İslam dininin Azərbaycanda yayılması mütərəqqi nəticələrə gətirib çıxarsa da, ərəblərin hökmranlığı ölkədə ciddi narazılığa səbəb oldu. Bu narazılıqlar yüksək həddə çatanda üsyanlar baş verdi. 8-ci əsrdə baş verən üsyanlar amansızlıqla yatırılsa da, əhali bundan çəkinmir, azadlıq mübarizəsini davam etdirirdi. Ən güclü üsyan 9-cu əsrdə Babəkin başçılığı ilə baş verdi. Böyük Sərkərdənin mübarizəsi. Ərəb tayfalarının Azərbaycana köçürülməsi, xilafətin ağır vergi siyasəti və məmurların özbaşınalığı yerli əhali arasında narazılığı artırdı. Yerli feodalların mülk və imtiyazlarının məhdudlaşdırılması onların da ərəblərdən üz döndərməsinə səbəb oldu. Ərəblərə qarşı azadlıq mübarizəsinin ən parlaq səhifələrindən biri Xürrəmilər hərəkatı idi. Təqribən 60 ildən artıq mübarizə aparan Xürrəmilər ədalətli cəmiyyət qurmağa, insanlar arasında əmlak bərabərliyinə nail olmağa çalışırdılar. Xürrəmilər 5-ci əsrin sonu, 6-cı əsrin əvvəllərində İranda geniş yayılmış xalq hərəkatının, Məzdəkilər hərəkatının ideya davamçıları idilər. Lakin məqsədləri daha ali olan Xürrəmilər həm də Azərbaycanı yadellilərin əsayətindən azad etməyə çalışırdılar. 816-cı ildən etibarən Xürrəmilərin başçısı Babək olmuşdur. O, ətrafına güclü sərkərdələr toplamışdı. Muaviyə, Abdullah, hər ikisi Babəkin qardaşı idi, Tarxan, Adin, Aydın və başqaları Xürrəmi dəstələrinə başçılıq edirdilər. Xürrəmilər hərəkatının əsas iştirakçıları kəndlilər idilər. Şəhər yoxsulları və yerli feodalların bir qismi də Xürrəmilərə qoşulmuşdu. Qaradağ bölgəsindəki Bəz qalasında Babəkin iqamətgahı yerləşirdi. Babəkin gördüyü tədbirlər öz bəhrəsini verdi. Xalqımızın azadlıq müharibəsi geniş vüsət aldı. Xilafət üçün qorxulu qüvvəyə çevrildi. Xürrəmilər qısa müddət ərzində Sünik, Bərdə, Beyləğan, Arsaq və Aranın digər vilayət və şəhərlərini azad etdilər. Xürrəmilərin qələbələri xəlifəni qorxuya saldı. 819-cu ildə o xilafətin mərkəzindən Xürrəmilərin üzərinə böyük ordu göndərdi. Üsyançılar ərəblərin ordusunu məğlubiyyətə uğratdılar. Bu qələbədən sonra Xürrəmilər xilafətin daha bir neçə nizami ordusunu darmadağın etdilər. Azadlıq mübarizəsinin geniş vüsət aldığını görən xəlifə 2 il davam edən ciddi hazırlıqdan sonra Azərbaycana yeni ordu göndərdi. 829-cu ildə Həştadsər dağı yaxınlığında ərəblərlə Xürrəmilər arasında şiddətli döyüş baş verdi. Düşmənin məqsədi Xürrəmiləri məhv edib Bəz qalasını ələ keçirmək idi. Lakin Babəkin hərbi bacarığı nəticəsində ərəb ordusu məğlub edildi. 830-cu ildə növbəti döyüşdə Xürrəmilər parlaq qələbə qazandılar. Həmədan şəhərini azad etdilər. Bu şəhər ərəblər üçün strateji əhəmiyyət kəsb etdiyindən xilafətin vəziyyəti daha da ağırlaşdı. Xəlifə Bizansla müharibəni dayandırdı və bütün qüvvələri Xürrəmilərə qarşı yönəltdi. Nəticədə Həmədan şəhəri uğrunda 833-cü ilin sonunda baş verən döyüşdə Babəkin qoşunları ilk dəfə ağır məğlubiyyətə uğradı. Xilafəti sarsıdan məğlubiyyət. Ərəb xilafəti küllü miqdarda pul vəsaitini və hərbi qüvvələrini xalqımızın üzərinə yönəltdi. Bacarıqlı türk sərkərdəsi Afşin Xürrəmilərə qarşı vuruşan ərəb ordusuna komandan təyin edildi. Afşin dərhal ciddi hazırlıq tədbirləri görməyə başladı. Öz iqamətgahını Xürrəmilər hərəkatının mərkəzinə yaxın olan Bərzəndə köçürdü. Bərzəndlə Ərdəbil arasında yolları və qalaları bərpa etdirdi. Xürrəmi dəstələri arasına kəşfiyyatçılar göndərdi. Mübarizənin uzanması və Afşinin gördüyü tədbirlər tədricən qüvvələr nisbətini ərəblərin xeyrinə dəyişdi. Xürrəmilər hərəkatı uzun sürən döyüşlər nəticəsində zəiflədi. Xilafətin mövqeyinin güclənməsi ilə əlaqədar Babəkin müttəfiqi olan feodallar ondan uzaqlaşdılar. Bununla belə Xürrəmilər mübarizə əzmini itirmirdilər. 836-cı ildə Həştadsər dağı yaxınlığındakı növbəti döyüşdə Xürrəmilər Babəkin sərkərdəlik məharəti nəticəsində ərəblər üzərində yenidən qələbə qazandılar. Düşmənin çoxlu canlı qüvvəsi məhv edildi, üsyançılar xeyli silah, ərzaq və digər qənimətlər ələ keçirdilər. Xəlifə Afşinə kömək üçün yenidən 2 böyük ordu və xeyli pul göndərdi.
Düşmən qüvvələri 837-ci ilin yayında Bəz qalasını mühasirəyə aldılar. Belə bir vaxtda Afşin Babəkə sülh təklif etdi. Məqsədi Babək və onun qüvvələrindən Bizansa qarşı müharibədə istifadə etmək idi. Lakin Babək sülh təklifini rədd etdi və vətən uğrunda sona qədər vuruşmağı üstün tutdu. Yaxşı silahlanmış, çoxlu düşmən ordusu ilə döyüşə başladı. Ərəblər mancanaqlardan istifadə edərək Bəz qalasını çətinliklə də olsa tuta bildilər. Ələ keçirilən əsirlərin arasında Babəkin ailə üzvləri və yaxın qohumları da var idi. Babək Araz çayını keçib Azərbaycanın şimalına, Arana gəldi. Onun məqsədi Bizansa getmək, imperatorun köməyi ilə yeni qüvvə toplayıb müharibəni davam etdirmək idi. Xəlifə Babəki ələ keçirmək üçün yeni usula əl atdı. Hər yerə xəbər yaydı ki, kim Babəkin yerini bildirsə və ya onu tutub ərəblərə təhvil versə, əvəzində 2 milyon dirhəm pul mükafatı alacaq. Hiləgər və acgöz Alban feodallarından biri Babəki öz mülkünə dəvət etdi. Sonra isə xəyanət yolu ilə onu Afşinə təhvil verdi. Babəki Afşinin Bərzəndəki düşərgəsinə gətirdilər. Sonra onu Samirə şəhərinə apardılar. 838-ci ildə xəlifənin əmri ilə Babək edam edildi. Orta əsrlərin digər üsyanları kimi Xürrəmilər hərəkatı da məğlub oldu. Azadlıq müharibəsinin uzanması nəticəsində qüvvələr nisbətinin ərəblərin xeyrinə dəyişməsi məğlubiyyətin əsas səbəbi idi. Vətəni deyil, öz var dövlətlərini qoruyan feodalların xəyanəti də Xürrəmilərin qüvvəsini zəiflətdi. Xürrəmilər hərəkatı xilafətin əsarəti altında olan digər xalqların da azadlıq mübarizəsinə təkan verdi. Babəkin başçılıq etdiyi xalq azadlıq hərəkatı nəticəsində xilafət sarsıldı və əvvəlki mövqeyini bir daha bərpa edə bilmədi. 9-cu əsrin ikinci yarısında xilafətdən asılı olan ölkələrdə, o cümlədən Azərbaycanda bir sıra müstəqil yerli dövlətlər meydana gəldi. Xəlifə Babəkin əl-ayağının kəsilməsini əmr etdi. Babəkin bir əlini kəsdikdə, o biri əlini qana batırıb üzünə sürtdü və üz-gözünü qanla qızartdı. Xəlifə bunun mənasını soruşduqda, Babək dedi, insanların yanağı bədənindəki qana görə qırmızı olur. Qan bədəndən axıb getdikcə üz saralar. Mən üzümü ona görə qana boyadım ki, bədənimdən qan axıb gedən zaman cəmaət deməsin, üzünün rəngi qorxudan qaçıbdır. Səid Nəfisi, Azərbaycan qəhrəmanı Babək Xürrəmdin, Bakı 1960. Xürrəm, türk dilində şad, firavan, fars dilində od, günəş mənasında işlənmişdi. Mancanaq, qala divarlarını dağıtmaq üçün daş, yanar maye atan qurğu. Dirhəm, gümüş pul.